Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçuyeva. Bugün sizlərlə birlikdə 14 iyun 2026-cı il tarixində keçirilmiş magistr imtahanının informatika suallarının izahına birgə baxacağıq. Vaxt itirmədən gəlin başlayaq birinci sualdan. Deyir ki, doğru mülahizəni müəyyən edin. A-da deyir ki, vektor təsvirləri düyün nöqtələri boyunca ayrı-ayrılıqda redakt etmək mümkündür. Elə düzgün cavabımız olacaq A variantı. Doğrudur. 22-ci sual deyir ki, A-nın, B-nin, C-nin qiymətləri verilib. Deyir ki, bunun üçün hansı münasibət doğrudur? Bunu yaxşı olardı ki, hər üçünü onluq say sisteminə gətirib adi riyazi qaydada müqayisəni həyata keçirək. Deməli, ikilikdən keçsək 1, 2, 4, 8, 16 və bunların üstlərini toplasaq 24, 28, 30, 31. Bunun qiyməti olacaq 31 onluq say sistemində və bilirik ki, A C-dən böyükdür. A C-dən böyük olmalıdırsa, onda A gedər, B gedər. Aha, qaldıq C-dəyə. Sonra B-ni keçəcək. Bura 1, bura 16, 2 dəfə 16, 32. Bilirik ki, A, B, C, D, Y, F 16-lıqda qiymətləri 10, 11, 12, 13, 14 və 15. C-nin qiyməti 12-dir. 2 dəfə 16, 32, 12 ilə də toplayanda 44. Deməli, belə çıxır ki, C kiçikdir A-dan, A da kiçikdir B-dən. Bu da hardadır? C variantında. Daha sonra keçək 23-cü suala. Kompüter informasiyanı daxil edən qurğular. Bilirik ki, hansı periferiya qurğularının adı P ilə başlayırsa, onlar informasiyanı xaric edənlərdir. Onda Y variantından plotler gedər. Daha sonra baxarıq başqa nəyə çıxaq. Səs kolonkaları xaric etmə qurğulardır, getdi. C variantına baxaq. Deməli, modem həm informasiyanı daxil edən, həm xaric edən qurğudur. C də gedər. B variantında hamısı daxil etmə qurğulardır, doğrudur. A-da deməli nəyə çıxarıq? Ümumiyyətlə burada kontroller aidiyyatı yoxdur, getdi. Doğru cavab B variantı. 24. Əməliyyat sistemləri ilə birlikdə quraşdırılan standart proqramları seçin. Məsələn, burada Microsoft Edge proqramı. Hətta gəlin biz belə eləyək. Buradan bilirik ki, Microsoft Office paketinə daxil olan proqramlar sonradan kompüterə endirilən proqramlardır. O cəhətdən, məsələn, buradan Outlook-u çıxaram. Aha, Outlook-u çıxdıq. Daha sonra baxarıq başqa nəyə. Microsoft Edge bu standart proqram əməliyyat sistemləri ilə birgə quraşdırılır. 2 olanları çıxıram. 1 olmalıdır. A ilə D-nin arasında qalırıq. Sonra character map var. Sonra disk cleanup var. Voice access var. 1, 3, 5, 6 doğru cavab A variantı. Məsələn, Google Chrome sonradan quraşdırılır. Belə bu formada çıxarıq. A variantı olar doğru cavabımız. 25-ə baxaq. Deyir, A adlı şəxsdən naməlum bir telefon zəngi alır. Aha, telefon zəngi var. Zəng edən şəxs özünü bank işçisi kimi təqdim edir. Deməli, bu bir dələduzdur. Deməli, deyir, A adlı şəxsdən kart məlumatlarını bildirməsi istənilir. Bu, telefon zəngi varsa, bu olacaq phishing. Phishingin xüsusi bir növüdür. Sonra 26. Slides lent qrupu hansı lent tabına məxsusdur? Deməli, biz bilirik ki, Slides qrupu PowerPoint-də 2 tabda var. Bir Home tabında var, bir də Insert tabında var. Hətta bunu belə demişdik ki, əgər şəkil sualı kimi düşərsə, əgər New Slide əmri təkdirsə, Insert-dədir. Yox, bu New Slide yanında belə Layout, Reset, Section kimi bacı qardaşları da varsa, onda onlar Home tabı. Baxıram ki, burada tənha vəziyyətdə verilib. Deməli, bu olacaq Insert tabı, C variantı. 27. Lent tabı və bu tabların icrası mümkün olan əməliyyatların uyğunluğunu müəyyən edin. Deməli, bizə verilib Insert, Layout və Home. Görək, hansı Office proqramıdır? Word. Deməli, baxaq görək nələr deyir. Deyir, sənədin sətirlərinin nömrələnməsi. Ümumiyyətlə, Word-də nömrələnmə 3 yerdə var. Biri var abzasın nömrələnməsi, o Home tabıdır. Biri var səhifə nömrələnməsi, o Insert-dədir. Sətir nömrələnməsi isə Layout tabında mümkün olacaq. Onda A gedəcək Layout-a. Yəni 2-yə gedir A. 2-yə A-nı tapan kimi gəlin uyğun olmayanları çıxaq. Deməli, B gedər, C gedər, Y gedər. Sonra B-də deyir ki, mətndə sözlərin sətirdən sətrə keçirilməsi, hecalanması hyphenation əmridir ki, bu da yerləşir eyni zamanda layoutda.
layoutda, onda 2-yə AB gedirsə, elə doğru cavab variantı. Axıra qədər baxaq. Markerlənmiş siyahının yaradılması bu home tabındadır. Görək home tabını veribmi bizə? 3-ə gedəcək C, deməli 2-yə AB-dir, 3-ə C-dir. Görək həqiqətən də tapdığımız variant o formadadırmı? Bəli. Sonra D-də deyir sənədin səhifələrinin nömrələnməsi. Artıq səhifə nömrələnməsi deyirsə, bu olacaq insert tabı. 1-ə gedir D. Mətnin formatının tənzimlənməsi, bu da olacaq home. Deməli 1-ə D, 2-yə AB, 3-ə C variantı. 28. Hansı düymələr kombinasiyası vasitəsilə sənəddə sonuncu redaktə olunmuş yerə qayıtmaq olur? Bizim Word-ün bir dəqiqə üzr istəyirəm. Aha. Deməli Word-ün qısa yollar PDF-ində bu hamısı ətraflı şəkildə verilib. Bir dəqiqə, indi mən sizə göstərəcəm. Baxın, sənəddə sonuncu redaktə olunmuş yerə qayıdış, yerləşir. Daha doğrusu həyata keçirilir. Shift F5 düymə kombinasiyası ilə. Doğru cavab C variantı. 29. Fayl adı kimi istifadə oluna bilməz. Biz demişdik ki, faylın adında müəyyən qadağalar var ki, onlara belə deyək də riayət etmək lazımdır. Hətta qeyd edeyim ki, səhv eləmirəmsə may imtahanı idi. Mayın da dövlət qulluğu qəbulunda belə bir tipli yenə adlarla bağlı bir sual qeyd olunmuşdu. Ona görə həmişə tələbələrə deyirəm ki, magistra gedənlər eyni zamanda son dövlət qulluğu qəbullarının da suallarına baxmaq lazımdır. Eyni zamanda dövlət qulluğuna gedənlər də həmçinin magistr qəbullarına baxsanız, sonlardan söhbət gedir də, son qəbulları. Bu sizin üçün daha çox faydalı olar. Deməli, indi gəlin bununla bağlı biz qaydalarımızı qeyd eləyək. Biz demişdik ki, faylın adında bir var qadağan olunan simvollar, bir də var qadağan olunan adlar. Simvollar hansılardır? Deməli, böyük, kiçik, dırnaq, qoşa nöqtə, ulduz, sual işarəsi, düz xətt və siləşlər. Bunu belə adam başı kimi, adam bədəni kimi yadda saxlamaq olar. Bir də var idi bizim qadağan olunan adlarımız, hansı ki, PRN, sonra AUX, null, com, com. Sonra com 0-dan com 9-a qədər, sonra LPT 0-dan LPT 9-a qədər. Başqa da nəsə qaldımı? Aha, elə bunlarımız. Bunlar qadağandır. Və bunlar olduğu vəziyyətdə qadağandır ha. Məsələn, baxıram ki, bizə deyir istifadə etmək olmaz. Baxıram ki, bir də com altdan xətt 1 verib. Burada problem yoxdur. Əgər bunu com 1 kimi versəydi, hə, bu artıq problemli vəziyyətdir. Amma baxıram ki, burada com altdan xətt 1 verir, altdan xətt 1 verib. Burada bir problem yoxdur. Bu istifadə oluna bilər. Bir istifadə oluna bilərsə, bir olan variantları çıxıram. Sonra 2-də baxın, artıq burada konkret ad hissəsində AUX verib ki, bu istifadə oluna bilməz. Sonra 3-də LPT. Baxın, LPT tək olar, amma yanında 0-dan 9-a qədər rəqəmlərdən olarsa, ona artıq icazə yoxdur. Amma LPT belə tək icazə var. Sonra 4-də null. Baxın, ad hissəsinə konkret null verib. Olmaz. Daha sonra 5-də PR-ın ad hissədə konkretdir. Olmaz. Sonra 6-da con 0. Bax, con özü tək olmaz. Amma bunun əgər com 0 kimi versəydi, onda icazə yoxdur. Amma con 0-a bir problem yoxdur. Bu istifadə oluna bilər. Sonra 7-yə baxaq. AUX altdan boşluq com. Burada bir problem yoxdur. Qeyd elədiyim kimi bu adlar sadəcə öz verildikləri qadağandır. Altdan xəttdən sonra nəsə başqa bir şey verərsə, ona problem yoxdur. 8-də isə konu konkret verib olmaz. Olmayanlar 2, 4, 5, 8 D variantı. 30-a baxaq, deyir elektron cədvəldə B7 xanasına daxil edilmiş funksiyanın qiyməti. Baxaq görək B7-də nə verib? Count B2-dən C6-ya. Deməli, B2 diapazon başlayır burada, C6 bitir burada. Deməli, count da bilirik ki, nə edir? Ədəd tipli xanaları sayan bir funksiyadır. Ümumiyyətlə, biz sizə demişdik ki, count'un bir neçə dənə növü var ki, məsələn, count özü təkdirsə, bu yalnız ədəd tipli xanaları saymaq üçün istifadə olunur. Sonra count-a veribsə, count-a sadəcə dolu xanaları saymaq üçündür. Daha sonra count blank boş xanaları saymaq üçün istifadə olunur. Bir də var countif. Bu isə şərtə görə sayan bir funksiyadır. İndi deməli, baxaq burada, görək vəziyyət necədir.
B2-dən C6-ya diapazon. Baxıram ki, burada bizim funksiyamız var. Count funksiyasını verib B2-dən C5-ə. Gedək onun qiymətini hesablayaq, görək nə verir. Deməli, bu rəngini dəyişək. Baxın buradan B2-dən C5-ə qədər. Count-a dolu xanalardır. 1, 2, 3, 4, 5, 6, 7. Bunun qiyməti verəcək mənə 7. Aha, dolu xanalarımızın sayı oldu 7 dənə. Sonra bizim burada bir dənə də funksiyamız var. İndi onu da qeyd eləyək. Dəqiqə rəngi dəyişək. Aha. Burada da bir average funksiyası verilib. Bu da B2-dən C5-ə qədər yalnız ədəd tipliləri hesablayıb bir ədədi orta çıxardacaq. Bizə əsas nə lazımdır buradan? B2-dən C6-ya qədər olanlardan sadəcə ədəd tipliləri saymaq. Deməli, o zaman baxıram, B2-də 4 verilib, ədəd tiplidir, bunu sayar. B3-də 2 verib, bunu da sayar. Sonra B4-də verilən mətn tiplidir, bunu saymayacaq. Sonra B5-də verilən mətndə saymayacaq. B6-da verilən, baxın, konkret ədəddə sayacaq. Sonra C2-də verilən 6, bunu da sayacaq. Sonra C3-də verilən, baxın, bunun başına bir yaşıl üçbucaq, indi burada biraz ağ-qara düşüb deyə tam görünmür. Bu mətn görünüşündə olan, ancaq ədəd tipində nəzərə alınan bir qiymətdir. Yəni, bunu da B4 xanasının qiyməti nədir? Məndə B4 xanasına yazılıb, dırnaqda 5. İndi gəlin gedək görək. Excel bunu hesablaya bilirmi ya yox? Məsələn, buraya yazıram, bərabərdir A-B-S, məsələn, dırnaqda 5. Görək bizə hansı nəticəni verəcək. Baxın, bunu normal qaydada götürdü, mütləq qiymətinə çevirdi. Yəni, bunu da sayacaq. Sonra bir də bizim burada average. Burada dırnaqda bir saymayacaq mətndir. Buradakı average isə normal qayda bir ədəd tipliləri götürür, ədəd orta çıxardır. Yəni, bizə konkret bir ədədi qiymət verəcək. Onda saydıq 1, 2, 3, 4, 5, 6. 6 dənə doğru cavab A variantı. Daha sonra 31-ci sual deyir, alqoritmin blok sxemlə təsvirində istifadə olunan aşağıdakı blok nəyi bildirir? Bu, daxil etmə, xaric etmə blokudur. Deməli, baxaq görək. Verilənlərin daxil edilməsi. Doğru cavab Y variantı. Sonra 32 deyir, əmtə barədə 4 sahədən ibarət olan dəftərxana malları cədvəlinə 40 adlı əmtə barədə məlumat daxil edilmişdir. Ad sahəsinin ilkin açar kimi təyin edildiyini nəzərə alaraq cədvəldəki yazıların sayını tapın. Deməli, burada yenə baxacağıq nəyə? Deməli, mənim 4 dənə sahəm var. Yəni, belə deyək də, 4 dənə sütunum var. Ad, tədarükçü, miqdar və qiymət. Dəftərxana malları adlı bir bizim baza cədvəlimizdir və burada 40 adlı əmtə barədə məlumat daxil edilib. 40 dənə əmtə barədə məlumat verilib və deyir, ad sahəsi də ilkin açar kimi təyin edilib. Deyir, buradakı cədvəldəki yazılarını say. Deməli, bizim 40 dənə əmtə barədə məlumatımız daxil olubsa, deməli, burada mənim 40 dənə yazım var. Məndən nəyi soruşur? Ümumi yazıların sayını soruşur da, hə. 40 dənə əmtə barədə məlumat daxil edilibsə, onda elə burada belə çıxır ki, 40 dənə də mənim yazım var. Əslində çətin sual deyildi. Mən biraz dedim, bəlkə analiz edeyim, bəlkə başqa bir şey soruşur. Yazı sayı soruşursa 40 dənədir B variantı. Daha sonra 33-cü sual. Deyir, əməliyyat sistemi deyil. Baxaq buradan nəyə? Məsələn, Microsoft Office paketi bu bir tətbiqi proqramda əməliyyat sistemi deyil. Onda yəni 5-i götürməliyəm. 5-i götürməliyəmsə A gedər, Y gedər. Sonra burada Oracle verilənlər bazasının idarə. Bax, belə deyək də, ilk gözə batanlardan gedirəm də mən. Deyək ki, dəqiq bildiklərimizdən, məsələn, imtahanda həyəcanlanmışıq, nəyisə unutmuşuq, dəqiq bildiklərimiz üzərindən gedək. Oracle verilənlər bazasını idarə etmə sistemidir, yəni əməliyyat sistemi deyil. 4-ü də götürməliyəmsə, onda elə yerdə qalanlarımda 4 götürülüb. Windows əməliyyat sistemidir. Onda 6 çıxılmalıdır, onsuz da yerdə qalanlarda 6 yoxdur.
Daha sonra MS-DOS əməliyyat sistemidir. MS-DOS-u da çıxıram. Yerdə qalanlarda zaten yoxdur. Linux-da bizdə əməliyyat sistemidir. Bu da çıxır. Sonra deməli Norton Commander. Bu əməliyyat örtüyüdür. Əməliyyat örtüyüdürsə, əməliyyat sistemi deyil. Bunu götürməliyəm. 7 olmalıdırsa, onda B gedər. Qalaram C ilə D-nin arasında. Sonra Novel Netware. Novel Netware bu isə şəbəkə əməliyyat sistemidir. Şəbəkə əməliyyat sistemi. Daha sonra və Eclipse isə burada qeyd olunur Eclipse. Bu harda istifadə olunur? Belə deyək də, IDE mühitidir, hansı ki, instrumental proqram təminatına aid olan bir şeydir. Yəni, əməliyyat sistemi deyil. Burada Novel Netware, şəbəkə əməliyyat sistemi, yəni bir ucu belə deyək də, əməliyyat sisteminə toxunur deyə bunu götürürük əməliyyat sistemi olaraq. Eclipse isə instrumental proqram təminatına aiddir, əməliyyat sistemi deyil. 4, 5, 7, 8 D variantı. 34. Deməli deyir ki, kompüterlər arasında informasiya mübadiləsi idarə olunmasını nizamlayan qaydalar toplusu bu protokolun tərifidir. 1-ə gedir Y. 1-ə Y olmalıdırsa B gedər, A gedər, Y gedər. Sonra açıq sistemlərdə fəaliyyət göstərən tətbiqi proseslərin qarşılıqlı əlaqə modeli bu OSI modelidir. 2-yə gedəcək B. 2-yə B-dirsə C-də gedər. Sonra şəbəkə kompüterlərinin fiziki yerləşməsi və onların rabitə xətləri ilə birləşməsi üsulu bu topologiyanın tərifidir. 1-ə Y, 2-yə B-dirsə doğru cavab D variantı. 35. Deməli deyir ki, bunlarda uyğunlaşdırma etmək lazımdır. ISQ chat xidmətidir. 3-ə gedir A. 3-ə A gedirsə B ilə C-ni çıxaram. Daha sonra burada deməli hər dəfə Baidu ilə Baidu, bir də var Bado. Bunlar həmişə tələbələri çaşdırır. Deməli, yoldaşlar, Baidu axtarış sistemidir. Axtarış sistemidirsə, onda 1-ə gedər Y. 1-ə Y-ni tapdıqsa, o zaman A-da gedər. Daha sonra Bado isə bu, belə deyək də, sosial şəbəkədir. Onda 2-yə də gedər B. 1-ə Y, 2-yə B, 3-ə doğru cavab D variantı. Daha sonra 36. Deyir, 6 sətri və 4 sütunu olan cədvəlin xanaları üzərində aşağıdakı ardıcılıqlı əməliyyatlar icra olunur. İkinci sətr seçilir və merge cells əmri icra olunur. Sonra 4-cü sətr seçilir və aşağıdakı əməliyyat icra olunur. Sonra 3-cü son xanasında yerləşir. Gəlin belə eləyək də, bunu elə sizə praktiki formada göstərim ki, necə bu proses baş verir. Deməli, əvvəlcə deyir ki, 6 sətri və 4 dənə sütunu olan bir cədvəlimizi qurduq. Deyir ki, cədvəlin ikinci sətri seçilir. Gəlin, hətta bunları nömrəliyib. 1, 2, 3, 4, 5, 6. Aha. Deyir, ikinci sətri seçilir. İkinci sətri seçirəm və bunu merge cells eləyirəm. Merge cells nə deməkdir? Xanaların birləşdirilməsi. Oldu, bunlar bir dənə xana. Sonra deyir ki, cədvəlin 4-cü sətri seçilir. Aha, 4-cünü seçirəm və aşağıdakı əməliyyat split cells'dan deməli merge cells aktivdir. Xanalar əvvəlcə birləşir, sonra 2 sütun, bir dənə sətr ayrılır. Gəlin bunun da dediyin olduğu kimi həyata keçirək. Deməli 2 dənə sütun, bir dənə sətr olmalıdır. Düşdü belə bir vəziyyətə. Sonra deyir ki, kursor 3-cü sətrin son xanasına, son xanaya 3-cü sətrin son xanasına gətirdim və insert column right, yəni sağa bir sütun əlavə olunur. Gəlin insert right-ı həyata keçirək. Düşdü belə bir vəziyyətə. Sonra deyir ki, sonuncu sətr seçilir və klaviaturadan delete düyməsi sıxılır. Baxın, sonuncu sətrimi seçdim, yəni 6-cı sətri seçdim və klaviaturadan delete. Klaviaturadan delete-ə vurmaq nə deməkdir? Sadəcə, belə deyək də, seçilmiş sətrin məzmunu silindi, özü yerində qaldı. Deyir, indi son nəticədə alınmış cədvəldə neçə xana olar? Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Oldu ümumi 25 dənə xana. Doğru cavab Y variantı. Daha sonra
Keçək növbəti suala. Deyir, elektron cədvəldə B4, D7 diapazonuna daxil olan sətirlərin sayı, C2, E9 diapazonuna daxil olan sütunlarının sayının cəmini tapın. Deməli, sətir sayı tapılanda sətir nömrələri bir-birindən çıxılır, üzərinə gəlinir 1. Bu verir mənə 4 dənə. Oldu bu 4. Sonra C2, Y9 diapazonuna daxil olan sütun sayı. Sütunu tapanda ardıcılıqla düzülür. C, D, Y. 3 dənə sütun da buradadır. Ümumi cəmdə verir 7 dənə. Sonra 38-ci sual deyir, axtarış serverində, deməli, belə bir axtarış sistemlərindən sualdır. Deyir, universitet, məktəb, kollec sorğusu üzrə neçə səhifə tapılar? Baxın, mən baxıram ki, bunu Euler-Venlə həyata keçirsək, universitetlə məktəbin kəsişməsi yoxdur. Onda bu Euler-Venlər yan-yana keçirilmiş şəkildə olacaq. Və universitetlə məktəb kəsişmirsə, universiteti bura yazaram, məktəbi bura yazaram, onda kollec də düşər bura. Deyir, məktəblə kollecin kəsişməsi 20-dir. Universitetlə kollecin kəsişməsi 16-dır. Daha sonra məktəbin ümumi sayı 22-dirsə, onda 20-si buradadırsa, 2-si bura qalar. Sonra universitetin ümumi sayı 30-dursa, 16-sı buradadırsa, 14-ü burada qalar. Kollecin ümumi sayı 38-dirsə, 36-sı burada, 2-si də bura qalar. Məndən nəyi soruşur? Universitet, məktəb, kollecin birləşməsi. Yəni, belə deyək də, burada olanların ümumi cəmi. Bu da verəcək 30, 32, 20, 52, 2, 54. B variantı olacaq doğru cavabımız. Daha sonra keçən növbəti 39-cu sual deyir ki, bu cəmin hesablanması üçün blok sxemdə sual işarəsinin yerinə nə yazılmalıdır? Deməli, əslində bu da bir, belə deyək də, rahat sualdır. Deməli, bu cəm hardan başlayır? 2-dən. Məsəl üçün, deyək ki, əvvəlcə S-in 0 qiyməti, N-in 2 qiymətində. Məsələn, bilmirəm də şərtim nədir. Birinci dövrdə bu neyniyəcək? S bərabər olur S plus N, yəni 0-dan 2-ni toplayır, verir 2. Sonra N-in qiyməti 2 vahid artır, olur 4. Deyək ki, məsələn, bu hara qədər gedib? 100-ə qədər gedib. Məsələn, deyək ki, son dəfə bu dövrə girəndə N-in qiyməti nə olub? Məsələn, deyək ki, son dövrə girəndə N alıb, S nə imişsə, S, məsələn, deyək ki, toplayıb 2-dən 96-ya qədər gəlib, sonra N də plus 2 ilə olub 98. Sonra bir də növbəti dövrə gedəndə, məsələn, deyək ki, bu hansısa dövrdürsə, növbəti dövrə gedəndə, məsələn, 98 nədirsə şərtdən, şərtimiz nədirsə, S-in üzərinə, yəni 2 plus 96 üstünə gəlib 98, N-i verib 100, düzdürmü? N-i verib 100. Və daha sonra növbəti yenə dövrə gedəndə bu şərtim nə olmalıdırsa, 100 bu şərti ödəməli və bu dövrə girməli, dövrün gövdəsinə girməlidir. Niyə? Çünki cəm 100-ü də hesablamalıdır. Deyək ki, 100 ilə girsə 2 plus 98 plus 100 cüt-cüt gedir də və N də sonra 102 olur və dövrə gedəndə ödəmir. Yəni, bileti dövrün şərti pozulur. Yəni, 100 nədirsə bu şərtdə ödəməlidir ki, girsin bu dövrün gövdəsinə. Baxıram ki, bu da haçan olar. Məsələn, variantlarımıza baxsaq, A-da deyir, N 102-dən kiçik bərabər. 102-yə girsə, axı 102 burada ödənər, getdi. B-də N kiçik 100, 100 burada ödənməz, axı getdi. C-də 98-dən ödəməz, Y-də 98 kiçikdə ödəməz. Elə doğru cavab olar D variantı ki, 100-dən kiçik bərabər şərti ödənəndə 100-ün özü də girir, iştirak edir. Sonra 102 olanda artıq bu şərt ödənmir. Belə. Oldu. Doğru cavabımız burada D variantı. Sonra keçək növbətiyə. Deməli, 40-cı sual deyir ki, hesabatlarla işlədikdə susmaya görə aktivləşən, deməli, rejimləri müəyyən edin. Deməli, yoldaşlar, hesabatlarla işləyən zaman hansı rejimlər aktivləşir? Bir print preview, bir report view, bir də layout view. 2, 5, 7 Y variantı.
Sonra 41 deyir, hər səhifəsində 32 sətr, hər sətirdə 64 simvol olan sənəd 32 kilobayt informasiya həcminə malikdir. Sənədin hər bir səhifəsi müəyyən proqramla qrafik təsvirə çevrilmişdir. Hər bir təsvir eyni informasiya həcmi və xüsusiyyətə malikdir. Alınmış qrafik təsvirlərin ümumi informasiya həcminin 1 megabayt və hər birinin 256-512 pikseldən ibarət olduğunu bilərək rənglər palitrasında ən çoxu neçə müxtəlif rəng olacağını müəyyən edin. Deməli, gəlin biz əvvəlcə müəyyənləşdirək görək, bizim bu mətnimizdə, bu sənədimizdə neçə dənə səhifə var. Bilirik ki, mətnin həcmi necə tapılır? Həcm 32 kilobayt bərabərdir səhifə sayı x, vurulsun sətr sayı 2/5, vurulsun simvol sayı 2/6 və burada nə ASCII, nə də Unicode demirdi, elə bir simvolun həcmini 1 baytdan götürəcək. Deməli, burada 2/5-dən 32 gedər, burada qalar 1 kilobayt. Bunu da bayta çevirsəm olacaq 2/10 bayt bərabər 2/6 vur x bayt. Buradan da 2/6 ilə 2/10 gedər, x qalar 2/4, yəni 16. Deməli, belə çıxır ki, mənim bu sənədimdə 16 dənə səhifə var. İndi deyir ki, bunun hər bir səhifəsi müəyyən proqramla qrafik təsvirə çevrilib və hər birində də informasiya həcmi eynidir və eyni xüsusiyyətlərdir. Deyir, alınmış qrafik təsvirlərin ümumi informasiya həcmi 1 megabayt, yəni mənim 16 dənə səhifəmdə olan bütün bu qrafikləri bir yerə yığanda olub ümumi həcmi 1 megabayt və hər bir təsvirimdə də nə var? Gəlin təsvirin həcmini tapsaq. Qrafik təsvirin həcmi 256-512, 2/8 vurulsun 2/9, amma rəng dərinliyini bilmirəm də, rəng dərinliyinə verirəm x bit. Və deyir ki, bunun 16 dənəsi 1 megabayta bərabər. Yəni bir dənəsi budur və bundan deyir hər səhifədə bir dənədir. Hər dənə bir dənə belə təsvirim var. Onda 16-nı vuraram 2/8 vur 2/9 vurulsun x bitə. Bu bərabər olar ümumi həcm olan 1 megabayta. 1 megabayt. Deməli, belə eləyək. Bu tərəfi sadələşdirsək, 16-nı 2/4 yazsam, bu eləyəcək 2/21 x bit bərabər megabayt da bitə çevirsəm 2/23. Buradan da 2/21 ilə 2/23 gedər. X qalar 2/2, yəni 4. Yəni belə çıxır ki, mənim rəng dərinliyim 4 bitdir. Yaxşı, məndən nə istəyir? Bəs deyir, ən çoxu neçə müxtəlif rəng ola bilər? Müxtəlif rəng deyəndə söhbət böyük N-dən gedir. N bərabər 2/i və yaxud da 2/x. X-in də 4 qiymətini gətirib qoysam bura olacaq 8. Daha sonra keçək, doğru cavab olacaq 8. Keçək növbəti sualımıza. Deməli, bir dəqiqə burada bir xırda qüsur oldu. 2/4, 8 yox, 16. Doğru cavabımız olacaq burada 16. Sonra keçək 42-ci suala. Deyir ki, dizayn lentabının təyinatına aid olmayanları seçin. Deməli, burada birdə deyir, slaydın ölçüsünü təyin etmək. Bu slayd sayzından mümkündür. Slaydlara tətbiq olunmuş vaxtları silmək. Xeyr, bu dizayndan olmaz. Daha sonra slaydlara hərəkət effekti vermək. Bu da dizayna aid deyil. Slaydların göstərilmə tipini tənzimləmək. Bu da aid deyil. Slayd nömrəsinin başlanma sırasını təyin etmək. Bu da slayd sayzından mümkündür. Slaydın təqdimatdakı səmtini müəyyən etmək. Bu da mümkündür dizaynla. 7-də deyir, təqdimatın slaydlarına hazır şablon mövzuları tətbiq etmək. Bəli, şablonlarımız da var, mövzularımız da var. 8-də deyir, nümayiş zamanı audio obyektini ekranda gizlətmək. Bu aid deyil. Aid olmayanlar 2, 3, 4, 8. Sonra 43-cü sualımız var. Deməli, deyir ki, 23 səhifəlik sənəd çapa verilərkən page-ə 4, 7, 13 və 21, 27 aralığı yazılır və aşağıdakı parametrlərlə çapa verilir. Görək, burada nələr nəzərə alınır. Deməli, baxıram ki, burada həmşarcılıq necə gedir? Birinci baxırıq bu hissəmizə. Buradan cüt səhifələr nəzərə alınmalıdır. Onda bizə verilənlərdən cütləri götürək. 4, 7 aralığında cütlər 4, 6. 13 təkdir, lazım deyil. 21-27 aralığı desə də sənədim 23 səhifədəndir deyə mən sadəcə 21-dən 23-ə qədər baxacağım. O da bir dənə 22-ci səhifədir. Oldu, burada ümumi 3 dənə səhifə. Sonra baxıram nəyə?
Burada boş sayısı aktivdir, yəni 200-lü çap olunur. 3-ü də bölərəm 2-yə, verər 1/5. Demişik, belə olanda özündən böyük 2 səhifə götürürük. Vəssalam, başqa parametrə ehtiyac yoxdur. Tapdığım səhifə sayını vururam, kopyanın sayını 2 vur 6 eləyir, cavab 12. Doğru cavab olacaq 12. 44-də baxaq, deyir, desktop üzərində yerləşən sistem qovluqlarını seçin. Deməli, desktop üzərində nələr ola bilər? This PC var, users files var, network var. Deməli, bir qeyd demişdik ki, libraries sistem qovluğu olsa da desktop üzərində yerləşmir. Doğru cavab 1, 4, 5. 45-ə baxaq. Deyir ki, A4-ə 5, B7-yə 0 verib, sonra da A4-ü B7, yəni 5-i 0-a bölür. Bu 0-a bölmə xətasıdır. 1-ə gedir C. Sonra xanaya daxil edilmiş ədədin uzunluğu xanaya yerləşmişdir. Bu zaman DS xətası çıxır 2-yə A. Sonra A4-ə 5, B7-yə AB verib, sonra da deyir ki, A3 xanasına A4-dən deyir, bu mətni topla, bu dəyər xətasıdır. 3-ə də gedir B. 1-ə C, 2-yə A, 3-ə B. Deməli, bir də yoldaşlar, burada bir balaca qüsura yol verdim deyəsən. 30-cu suala bir də baxaq. Əslində, özümə də bir balaca şübhəli qaldı. Bir dənə mən bunu yenə yoxlayım. Deməli, count-u nəyi soruşur bizdən? B2-dən C6-ya qədər olan. Deməli, əslində burada bu belə deyək də mətin kimi görsənib, amma ki ədəd olan count bunu saymayacaq. Count'un sayacaqları 4-dür, 2-dir. Sonra buradakı count-anın qiyməti olan 7-dir. Bir də buradakı 6-dır. 4 dənəsini sayacaq. Burada üzrü sayın. Doğru cavab A yox, olacaq Y variantı. Buradakı amma bu mətin tipli görünənləri saymayacaq. Elə 4 dənə. Doğru cavab Y variantı. İzah bu qədər. Kiməsə qaranlıq qalan, anlaşılmayan nəsə bir sual qalarsa videonun rəy hissəsində bildirərsiniz. Hər birinizə uğurlar. Sağ olun.